edən bir kitabdır. Təfərrüatlar hədislərdə qeyd olunur. Tutaq ki, namazın tam şəkildə qılınma qaydası Quranda yoxdur. Quran namaz qılma əmri verir, rükû və səcdə haqqında danışır, qiyam haqqında danışır. Amma məsələn, namazın qılınma qaydaları, orucun tutulma qaydaları, həcc ziyarətinin misalsın həyata keçirmək üçün hansı qaydalar var, nə qadağandır hazırlara. Quran-ı-Kərim ümumiyyətlə bütün bu prinsipləri təfərrüata qədər bəyan eləməməlidir. Quran əsas istiqaməti verir insanlar üçün, hidayət yolunu göstərir, amma təfərrüatlarını Peyğəmbər və imamlarımız öz hədisləri ilə şərh edirlər. Yəni, hədisləri kənara qoyduqda din naqis olur. Yəni, Peyğəmbər dünyadan köçən zamanda sizə 2 əmanət qoyub gedirəm, Allahın kitabı və mənim əhl-i beytim deyə buyurur. Yəni, bunlar bir-birini tamamlayır. Bunun birini qəbul edib, digərini inkar eləyəcəksə, bizim inancımızda nöqsan olacaq. Yəni, bu bizim hətta sadə gündəlik ibadətləri belə yerinə yetirə bilməyəcək. Yəni, bunu belə bir misal çəkmək olar ki, ana yasa var, konstitusiya var və qanunvericilik aktları var. O qanunvericilik aktlarının bəlməcələri, onların qaynağı konstitusiyadır. Amma o, məsələn, hansısa bir hüquq konstitusiyada təsbit edilibsə, qanunvericilik aktı o hüququ reallaşdırmağın yollarını göstərir. Dini baxımdan da belədir. Ana yasa, əsas istiqaməti bəyan edən kitab Qurani-Kərimdir. Hədislər isə o ayələri şərh eləyirlər və Peyğəmbər şərh eləmədən biz bir çox ayələrin tam məzmununu dərk eləyə bilmərik, başa düşə bilmərik. Ona görə də Qurani-Kərim Peyğəmbər vasitəsindən təfsir olunur. Sonra xanım Ruqiyyənin şəhadəti barədə burada soruşurlar, bilmək istəyirlər, bu ilə bağlı məlumat almaq istəyirlər. Kərbəla hadisəsinin, yəni hələ də Məhərrəm və Səfər aylarında xalqımız ümumiyyətlə bu hadisəni geniş şəkildə qeyd edir və bu hamıya məlum olduğu kimi bu Hacı da buyurdu ki, Kərbəla hadisəsi haqqında aylarla danışmaq olar və bu mövzu tükənməz bir mövzudur. Kərbəla hadisəsi İmam Hüseyn əleyhissalamın şəhadətə çatmasıdır və bilirik ki, İmam Hüseyn şəhid olduqdan sonra əsirlər karvanı, yəni onun yaxın əhl-i beyti qadınlar və İmam Səccad 4-cü imamımız əsir halda müxtəlif şəhərlərə aparılırlar və Şam şəhərinə də aparılırlar. O zaman xəlifənin sarayı Şamda olur və Şamda əsirlik zamanında İmam Hüseyn əleyhissalamın bir qızı Şamda dünyasını dəyişir. 3 yaşında bir qız və hal-hazırda da Suriyada onun qəbri ziyarətgaha çevrilib və təqvimlərdə də qeyd olunub ki, bu günlər o 3 yaşlı qızın dünyadan köçdüyü gündür, yəni matəm günü hesab olunur. Yəni Həzrət Rüqəyyə İmam Hüseynin qızıdır və onun qəbri də bugün Şam şəhərindədir, Suriyadadır. Yəni elə bu qədər kifayət edirlər, çünki təfərrüat danışsaq, vaxt çox apazmış olur. Düzdür, yenə də hicabla bağlı, külli miqdarda hicabla bağlı hər dəfə danışıq, amma yenə də hər dəfə də soruşurlar ki, bəs neçə yaşlı, balaca 8 yaşında bir nə olar deyir, hicabı 8 yaşlı qaynının yanında çıxarmaq olar ya yox? 8 yaşlı qaynının yanında qız hicabı çıxarda bilər ya yox? Həyatın hansı məqamları soruşurlar belə. Ondan sonra deməli, yenə baxıram, cəhənnəmdə qalanları necə gördü? Baxırlar. Mən hər dəfə sualları axtardıqca baxıram, düz artıq elə anlaksız şeylər yazırlar ki, onları hətta özüm oxuyanda başa düşə bilmirəm ki, bu necə belə formalaşdırıb qaydasına soruşmaq olar. Əgər möhür yoxsa, necə namaz qılmaq olar? Alnını dırnağa qoyub qılmaq olarmı? İsa Şəmkirli bunu soruşur. Möhür yoxsa necə namaz qılmaq olar? Məlumdur ki, səcdə toprağadır. Torpağa səcdə etmək Hz. Peyğəmbərimizin dövründən ta bugünə qədər də bu gedir. Amma müəyyən məzhəblərdə onlar parçanın üzərində, xalçanın üzərində məsələn səcdə eləyirlər. Lakin bizim, yəni Şiə məzhəbində bu dırnaq söhbətinə ehtiyac yoxdur. Birdən əgər möhür tapmasa, topraq tapmasa, elə bilər məsələn cibinin dasmalını qoysun, yerdən çıxan bitkilərdən, məsələn parçalardan qoysun və ya ki məsələn bir daş tapsın qoysun, daş da olar. Və ya məsələn bir kağız, o kağız ki bizim dildə məsələn lap belə götürək o salqıtqa deyilən o kağızı da qoysa, məsələn ondan səcdə eləyə bilər. Daha dırnağa ehtiyac yoxdur. Və namaz qılanların böyük bir hissəsi var, hər baxıram bu sual təşkilatları yenə, amma eyb yox, yenə də olar deyil. Deyirlər ki, namaz vaxtı fikrimiz yayınır və rükətlərin sayı səhv dəyişik salırıq.
Nəyin? Rükətlərin sayı. Sayını, hə. Ya insan caizil xətadır da, insanda səhv baş verə bilər. İnsan fikirli olur, insan məsələn dərli olur, kədərli olur. Müəyyən namaz halında görərsən ki, müəyyən şeylər məsələn onun başına gələr. Və buna görə də şəriət qanun ayırıb. Burada müstəhəbbətləri də var, onun vacibatları da var, şəkkiyat var, şəkk eləyəndə necə eləyər. Və ona görə də namaz qılan gərək öz şəkkiyatını və səhviyyətini qabaqcadan öyrənə. Təsəvvür eləyək ki, bir nəfər sükan arxasında oturmaq istəyir, buna hazırlaşır. O gərək əvvəlcədən onun qanunlarını bilə və sonra keçə sükanın arxasına. Əks halda məsələn təsadüflər eləyər və əziyyət çəkər. Və ona görə də namazda biraz diqqətli olmaq lazımdır, şəkkiyatı bilmək lazımdır. Onun qanunları var. Şəkk edəsə necə eləyəcək və təfərrüatlar böyüdür, ona görə məsələn bunu demək olmaz. Amma həmişə bizdə bu adət olub da, mənim bir molla dostum var idi, biraz qoca kişiydi. Deyirdi ki, mənim yadımdan nə çıxsa, nəyi mən tapa bilməsəm, dururam namaza duran kimi tapıram onu. Yəni, namaz əslində Allah ilə rabitədir. Amma biz namaz qılanda görürsən fikrimiz tamam başqa yerdə olur. Alver edirik, qonşu davası edirik, nə bilim nələr edirik. Və ona görə namazın şəkkiyatını bilməlidir ki, şəkk eləyəndə ona əməlləsin. Bəli, qanunları var. Bu belə. Sonra